basıblar. Qaqa, mənə çox yazdınız ki, ora haqqında danış, ora haqqında danış. Bu günlərim qaqa, bir balaca bura haqqında məlumat verəcəm sizə. Gəlib işləməklə, yaşamaqla bağlı. Həm kuryeri eləyəcəm. Görüm yolda da kimi tapdım, ondan mırtdaşacam. Qaqa, bir dənə bunu deyim. Avropanın ən bespantov şeylərindən biri qaqa. Havasının belə bespantov olmasıdır. Bir də görsə gün çıxır qaqa. Üstünə 10 dəqiqə keçir. Bir dənə leysan yağmağa başlayır. Leysan yağmağa başlayır neydi? Bura gəlib görə biləcəyiniz ən rahat işlərdən biri Dastavadır və taksilikdir ki, xarici dil bilməyə ehtiyac yoxdur. Bura gəldiyinizdə Dastavayı düzəlmək istəyirsinizsə, qaqa, pula, paraya heç nəyə ehtiyac yoxdur. Van Flitzin qulluğunuzda necə lazım duracaq. At yalanını inananı, Namık Kemal. Bu arada qaqa, mən sizə heç bunu demədim. Gəlin sizə bunu da göstərim. Qaqanızın təzə Lamborghinisi. Baxın, atam qardaşım. Qaqanız qırmızı Ferrari sürdü, qara Bugatti sürdü, bir dənə də mavi Lamborghini. Qaqam, bir dənə də beləncə sumka. Tamba gəlirsiniz, girirsiniz Van Fleetə belə zonlu. Deyirsiniz, demişdiniz qazandırıq. Qazandırın bizə. Bir dənə sizə sumka, pulsuz. Bir dənə VSBet, bir həftəsi pulsuz sizin üçün. Əgər Mamedin adını versəz, sizin üçün də qaqa köynək də verər, su keçirməyən kutka da verər, şalvar da verər. Necədir sizin üçün? Daha Mamed sizin üçün neynəsin qaqa? Öyle amına koyayım. Pulsuz parası bir qəpiyə də ehtiyac yoxdur. Qaqa, proqramı da açırlar, 3 gün ərzində işə başlayırsınız. Şirkət cəmi sizdən həftəlik 30 zloti, yəni 12-13 manat pul alır həftəlik. Nə işlədiz də qaqa, hamısı cibinizə qalır. Yəni bir qəpiyə də vergi vermirsiniz. Misal üçün, volta düzəlmişsiniz deyək ki. Apardınız sifarişi, sifarişdən aldınız 6 manat. 6 manatın hamısı cibinizə qalır qaqa. Bomba kimi. Bu arada da VSBetin arendası dəyişir VSBetinə görə. Misal üçün 2 batarya götürsəz, eləyir 220 zlot. Yəni hardasa 100 manat həftəliyi. Bir batarya götürsəz 170 zlot. Hətta gəlib Mamedin adından da desəz endirimdə eləyərlər. Yəni 220-sə 250 zlot alarlar. Yəni bir sözlə endirim, yəni soxcaylar da sizə. Qaqa, proqramı da açdıq. Bu arada bunu da deyim, günlük nə qədər işləmək olar burada? Və belə deyim, saatına ən azından 22 zlot, yəni 10 manat ən azından işləyirsiniz. Oradan hesab edin. Bəzən olur ki, misal üçün yağışlı vaxt olur və yaxud da hava çox pis olur, buludlu olur və yaxud da nəsə, saatına elə vaxt olur ki, 20 manatda işləyirsən. Misal qışı saatına 15 manatdan aşağı işləmirsən. Hətta istəsəz skuter də götürə bilərsiniz. Mən skuter seçmirəm, çünki skuterlə ancaq maşın yolu ilə gedə bilirsən. VSBetlə VSBet yolunda da gəlsən, maşın yolunda da gəlsən, piyada yolu ilə gəlsən, mən VSBetə üstünlüyü verirəm, yəni mənim tərcihim VSBetdir. Təbrik edərəm. Deməli, bura gəlmə haqqında sizə bildirim, bura nə cür gəlmək olar? Mən özüm tələbə yolu ilə gəlmişəm. Yəni, tələbə yolda ən asan gəlmə yoludur, çünki ona viza vermə ehtimalları çox böyükdür. Mənim bildiyim 3 yol var. 1 işçi yolu, 2 tələbə yolu, 3-cüsü isə turist olaraq gələ bilərsiniz. Turist olaraq gəlsəz işləyə bilmirsiniz, yəni burada. Tələbələrə viza vermə ehtimalları daha çoxdur. Bilin, pizza restoranından verdik, qaqa, pizza restoranından istəmirəm, yox, götürməyəcəm. Çünki pizza restoranından götürdüyümdə, qaqa, sumkanı belə açmalı oluram, onu da hər səfər aç bağla bezirəm. Yenə bax, pizza restoranından verdiyi. Allah şeytana lənət eləsin. Yenə pizza restoranından verdi, bu nə xıyar adamdır. Qaqa, hara aparacam mən o sifarişi? Ne bileyim abi. Əslində mərkəz tərəfə aparıram, prosta pizza restoranında. Nəysə, götürək gedək, qaqa. Baxın, qaqa, indi bax maşınlar var, skuter də gəldi yanda orada. What's up, buddy? Bax, skuter də gəldi yanda orada. Qaqa, oradan ora kimi gedir. Gedə biləcək dedim, getdiyə qaqamda, halal olsun sənə. Nəysə, Mamedin içində belə qaldı. Ha, qaqa, sən orada durdun, mən durmadım. Hay bilin, gördünüz qaqam, necə söhbətdir. Yəni bir yerdə durmalıdır. Amma VSBetdə elə söhbət yoxdur. Ancaq qaza. Medlə irəli, dakança. Şirniyyat çörəkdən uzaq oluruq dostlar, şirniyyat çörəkdən uzaq oluruq. Çaqayev hardan çıxdı qaqa? Bu arada qaqa, mən Çaqayevə də oxşadan olub. Çaqayevin də Azərbaycan 1-200 dünya brendində bir insan olub. Mən bunu da deyim qaqa, yəni mən Çaqayevdən daha simpatiksiniyəm da. Təmizdə gəlin danışam. Olmadı ya belə. Bir dənə böyük pizza verməsində qaqa, görən neçə santımdır? Ay bilin, 42 santım bir dənə pizza verib. Ay bilin, ay bilin. Buna görə istəmirəm də. Adrian S. No chyba jest. Bilmədim, qaqam deyəsə söydü məni. Nəysə, gəl indi sumkanı açaq. Ha, buydadır bu. Mała, ta mała. Jakby była taka. Böyükdür. Jedno i drugie jeszcze, dobra. Yaxşı, qaqa. Yerləşmir bu içində, bu nə buydadır, qaqa. Azlarım olsun bu içində, bu nə? Allah. Qaqa, bax, pizzanın qıraqlanma belə iyisi, sizə lifehack öyrədirəm. Gəlib əgər dastavka eləmək istəsəz. Bunu da belə soğa burada. Okey. Sağ olay, qaqa. Allah, hara aparıram ala mən bunu? Ne bileyim abi. Bismillah, getdik.
Ala bu nədir ala? Bu nə yolda ala? Var hara girdim ala, girdim kolluğa badım canlığa. Qaqa bir də bunu deyim, kuryerliyi niyə xoşlayıram? Başının üstündə müdür yox. İstədiyin vaxtı işləyirsən, istədiyin vaxtı söndürürsən, gəlib istirahət verirsən. Serbestim ben. Rahat böyle rahat. Yəni heç kim sənə işlə demir ki, bunu belə elə, onu elə. Nə cür istəsən elə deyirsən. Sizən abi müştərinin pizzasını açıb yeyirsən, prosta axırda deyən akkauntunuz adın bağlandı da. Ala hara gəldim ala. Buradan donuz monuz çıxıb qoyar mənə cırıq-cırıq eləyər. Qaqa bu arada bunu da deyim. Polşada normal parklarda, normal bildiyimiz insanların olduğu parklarda donuzlar, zatlar olur. Bir də bu ölkənin hər yerində həddindən artıq çox yaşıllıq parklar var. Buradakı insanlarda qaqa həddindən artıq çox içki içərlər. Hamı içkiyə meyillidir burada. O günlərim uşaqlarla danışıram qaqa. Hamı mənə bunu deyir ancaq. Qaqa filan şeyə borcum var, filan banka borcum var. Nə bilim indi pul verən şeylər çıxıb orada. Manatdır, şirvandır, nədir? Hamıya pul paylayırlar. Verməyəndə də faizi toplayırlar üstünə. Qaqa Azərbaycanda %95 insanın borcu var da, yəni borcsuz insan yoxdur. İnsanlar işsizdir, əksər bilgisin. Nəyə gətirirəm yəni sözümü qaqa? Mən öz vətənimi sevərəm. Mənim öz vətənimdə çörəyim olsun, pulum olsun. Allaha and olsun mən qırağa çıxmaram. Yəni çıxaram, öz gəzərəm, biraz qayıdaram təzədən öz ölkəmə. İnsanlar qürbətə gəlirlər pul qazanmaq üçün. 5 manat çörək pulu üçün gəlirik bura. Qaqa mən 5 il bilə-bilə otellərə getdim, 1000 dənə yerə getdim. Mənə belə elə 500-600 manat maaş. Sən xəstəsən, xarabsan, nədir qaqa? Mən illərimi vermişəm xarici dillər öyrənməyə, nəsə oxumuşam. Nədir 600 manat, 700 manat maaşa işləyim deyə. Kuryerlikdə mən burada onun 3 qatını, 4 qatını qazanıram belə pis sıxmasın. Vallahi insanın dəyəri bilinmir, qədri bilinmir. Kimin dayı var o gedir qabağa. Belə şey olmaz axı. Yeni yetişən nəsil neynəsin? Arxası yox, dayağı yox. Şık. Bunun da bir şey xoşuma gəlir. Bir dənə tık elədim, bağlandı vəssalam. Görək kimə gətirmişik bunu. Adrian. Aç qaqa. Yazıb ki burada əlimə ver. Açdı. Əlinə verəcəm də qaqa sifarişini. Pis başa düşməyin, atam qardaşım. Keçənci mərtəbəyə dalabı. Qaqa belə bir şey var, yazıb ki 4 yarım. Belə mərtəbə olar ala. Hay bilin, yenə gözüm poxlanıb ey qaqa. Belə simpatik insan Ahmet. Yerəm səni. Qaqa buna bax 5'dir, aşağıda 4 var, bu da 4 yarımdır, 5 ilə 4'ün arasında. Belə şey olar ala. Salam Adrian. Buyur. Buyur qaqa. Qaqa sənsən giz. Bon appetit. Hadi gel sumkanı bağla da. Ay bilin zəhləm yerdə bundan da qaqa da. Qaqa sifarişi bağladım, bir dənə də sifariş verdi. Abba hara ver, başı xarab da bu nə? Yox ay öldürsən də getirmərəm ora uzaqdır. Qaqa deməli bu sifarişə verdi 11 zlot. Aha qaqa düz mərkəzə bir dənə verdi. Getdi. Bu da ki mənim diş fırçamdır. Yəni mən dişimi hansısa bir şotkadan və yaxud da pastadan istifadə etmirəm. Çünki onların hamısı qaqa zibildən hazırlanır. Yəni neftdən hazırlanır, atxod zibillərdən zatdan hazırlandığı üçün istifadə etmirəm. Təbii atam qardaşım, təbii ağazdır. Qaqa dədə-babadan təbii bitkilərlə istifadə olunardı da. Bir də bir söz deyim. Mədənizdə əgər ağrınız, zadınız varsa qaqa, bunu götürürsüz, suyunu içirsiniz. Mədənizdə olan bütün ağrılar gedir. Damağınız qanlayırsa, zəifsə damağınız, qaqa götürüb bununla dişinizi fırçalayın. O da itib gedəcək. Desən ol. Uy bilin, girəcək demək qaqa bura. Nəsə qaqa uzun sözün qısası bunu deyim. Mən heç bir nezdaratdan, şampundan, elə şeylərin heç birindən istifadə edirəm. Diş fırçasından, diş pastasından istifadə etmirəm. İyi də gəlmir, gül kimiyəm, çiçək kimi, bal tök yala. Həm parfüm istifadə edirəm. Xoşlayıram parfüm istifadə eləməyi. Bana namına koy. Selamünaleyküm. Bolt evet, Lukaş hazır mı? Hazır. Çok teşekkür ederim. Kolay gelsin. Qaqa maşınla bağlı bir də burada sorsuz. Və belənsə deyim sizə, 2 ay dastavkada çox yaxşı işləsəz, günə 12 saat işləsəz, 2 ay ərzində demirəm belənsə bahalı maşın, ayağınızı yerdən qaldıran bir maşın alarsınız. Çox rahatlıqla deyirəm bunu. Bu arada mən də maşınımı satmışam, yeni villamı satmışam. Dün qaqa başqa bir yerə köçdüm. Artıq üzü soyuğa doğru gedir. Ona görə belə qərara gəldim ki, ay bilin qaqa basıb keçəcəkdimi? Ora işte basıb keçəcəkdim, polisi gördüm dayandı. Korktun mu? Nətər deyərlər? Çox bir şey bilməyə ehtiyac yoxdur. Həddini bilməsə də. Harda yaxacağını bilməlisən. Hər yerdə yaxa bilmərsən. Ağıllı olmaq lazımdır. Yalnız cahil mənəm hər zaman deyər. Qaqa bir də bunu deyim. Burada yəni yaşam bahadır. Ucuz deyil. Məsələn bir dönəri gedib yəsiz siz harca 10 manata, 12 manata. Amma ona görə də yəni siz pul qazanırsınız. Yəni burada gündə 10 saat işini işləyən insan burada özünə hər şey pozvalət eləyə bilər. Yəni yeməyindən də ürəyi istəyəni yeyər yəni. Yox deməz özünə heç bir şeydən. Yarışaq. Yarışaq. Qonkaya duraq. 1-2-3 getdik.
Təbii ki də you can't. Özü dedi qaqa I can't. Mən demədim ha. Anama değil. You sell? Yeah, How much? 1,200. Is it fast? Yeah, it is very light bicycle. It weighs less 9 kilograms. 2200 ha? Minimum price? Yeah, I think it's too big for you. I'm short ha? Yeah. If you want, I have smaller bicycle. I can show you. One. How much? 1400. Okay, 14. 14 ha. Good luck brother. For you too. Qaqa bekarçılıq deyildi əslində. Mən niyə durdum ala ondan kişişməyə lazımdı o velosipetin neçə satır. Qaqam deyəsən Ağdamlı idi. Prosta velosiped alverinə məşğul da. Qaqa Ağdamlılar bura gəlib bomba velosiped sata bilərlər ha. Halo, jak się masz daj? A ty jak się masz? Dobrze. No to dobrze, no. Ty dobrze ty? No tak. Daj sobie ty. Dzień dobry. Proszę bardzo, smacznego. Do widzenia. Uy, benim bir tane sudu qaqa sumkadan dolayı. Ne baş verir ha burada? Qaqa polis var, ambulans var. Dzień dobry. What's this? It's finished now. It was concert? Okay. Some reading the book, the national reading the book. Ha, Cenki sir. Qaqa nəsə kitab oxuma günü idi. Ay bilin, səhv girdim. Azlarım olsun ha bunun içinə, səhv girdim ya. Bax qaqa, burada Babeləncə görsün nə qədər insanlar dayanır sırada. Bu sırada insanların bu qədər dayanmasının ən böyük səbəblərindən biri 2-ci Dünya müharibəsi zamanı bilirsiniz ki, Hitler buranı bombalayırdı. İnsanlar Babeləncə sırada dururdular. Sırada durmalarında səbəb pulsuz yemək verirlər, yəni çörək paylayırdılar insanlara. Və insanlar o vaxtdan bu vaxtda bir sıra gördüyündə gedib dayanırlar. Və burada bəzən olur ki, eyni restoranlardır. Yəni ikisi də eyni yeməkləri verir, yan-bayan açıblar sadəcə. Birində baxırsan sıra dayanıb qaqa, birində də it uluyur. Qaqa eyni yeməyi verdi, get onda ye. Bu nəticə insanların beyninə o qədər yerləşdirilib ki, pulsuz yemək olaraq. İndi pulla da verilir, amma yenə də gəlib sırada dururlar. Kasıblar. Baxın burada qaqanız nə tapıb. Bu Central Bank of United Arab Emirates. Deməli gəlmişəm yenə Hafizə paz olmuşam. Gəlmişəm Hafizin evindəyim. Deməli bu qardaşımızın qaqa ərəb pulu var. Dirhəm, 5 dirhəm. Bu önəmli deyil. Nə eləsəm yaxşıdır? Nə eləsəm yaxşıdır nə də Allah. Qaqa cırılmır, bax. Baba. Belə bir pul olar qaqa. Allah hamd olsun cırılmır qaqa. Pul deyirəm qaqa sizə. Bizim manatı cibvə qoysan xırtxəşli sabahsı günü çıxır. Yəni də bu cırılır qaqa. Buna baba 7-dən fazladan bilir ki bu tüləyin birisidir bu pul. Hafiz qardaşımız dünyanı gəzdiyi üçün Ərəbistana getməyib Səudi Ərəbistana. Prosta ərəb pulu bunda nə gəzir? Ərəblərlə dostluq eləyir. Çoxlu ərəb dostu var Hafizin. Özü də Hafizdir. Prosta Hafiz deyil də qaqa, adı Hafizdir. Neysə qaqa, dedim bunun səbəb eləncə göstərin. Pulun biraz xırtmə xəşli çıxdı, amma ütləsən qaqa məncə düzələr. Bomba kimi puldur. Hesab nə qədər pul eləyir bu? Bizim puluna nə bilim 2 manat bir pul eləyir qaqa. Məndən soruşdunuz ki, paltarı harda yuyuram? Deməli belə paltar yuma yerləri var burada. Məsələn 9 kiloqramı 34 zlota. Bu da bizim pulla hardasa eləyir. Bu yumaq yerləridir. Burada belə qurutma maşınları da var. Atırsan bu isə qupqur eləyir verir. Qaqa burada pulunu ödəyirsən. Bu nətər tökmədi. Biz arabaya alalım lan. He, alabiliriz ama kamera çekmezse o kamera orada. Nasıl? Alırız ya, giderken ondan birkaç tane alırız. Bu ne buna bırakacağız? Noktaydı. Qaqa baxın, küçədə qalmanın bu çıxış yoludur. Fakirlik. Fakirlik, diz boyu fakirlik. Sonra deyirsiniz ki, Avropa kayıfdır. Arası kayıfdır, içinə qablayım Avropanı. Zoplayım içinə Avropanı. Avropanın içinə soğalar. Aman Avropası. Al sana Avropanı. Kurban. Lan çok fazla yer kaldı. Yarram diyor, sen fakirsin diyor, makinemi çalışacaksın, pul lazım diyor. Fakir pulu yatır, gel makine çalışsın. Aman abla, kaç numara? 8 numara. Yine gel bura. Yine yıkama. Hazır 8 numara 9 kilogram. Yine pul istiyor, hırrım. Kartı getireydin. Oldu. Şimdi buraya gelirsek orada. Cəmaət ideya fikirləşir, biznes. Qaqa bizimkilər ancaq altı moyka üstü çayxana fikirləşirlər. Biraz kreativ olun da qaqa. Cəmaət qurur. Qaqa içəridə də heç kim yoxdur yəni. Amma elə qurublar ki, yəni adam olmadan da bomba kimi işləyir. Qaqa açdıq. Bu özlərinin səbətləri də var. Temiz merak. Yox, vur bir tane. Qaqa zopla bunun içində nə var samısına.
Şu çeli. İndi gedirik ya Allah. Bunu qaqa hamısını soxuruq. 12'de yıkadım. 12 hangisi kanka? Bu mu? Tamam. Gönder. Soxduq babunu bura. Şu. Zaten ne zaman sokuyorsun? Soxmaqla aram iyi. Seviyorum soxmayı. Yenə gəls bura. Kurutma bu sefer. Seçirik ikincini. Şimdi 12. Qaqa deməli 15 dəqiqə qurutmaya 19 lotda bizim puluna eləyir harca 8 manat beləsə qurutmaq üçün sadəcə bu qədər pul istəyir. 15 dəqiqə qurudur qaqa 8 manat pul istəyir. Bu xiyar nə qədər yudu? 40 dəqiqə yudu qaqa baxın 9 kilo 34 zlot pul istədi. 60 derece biz 70 derece seçeceğiz. Bas Ondan geçsin. sonra- Uy bilin. Qaqa indi onun ənciri çıxacaq içərdə. İndi 15 dəqiqə baba elə belənsə qıranacaq bu xiyar kimi içərdə. Bu arada qaqa mən əvvəllər qaldığım hostelə verirdim. Ya onlar mənim üçün yurdla. İndi onlarda maşın xarab olub. İndi getdik babura. Bundan bilirdim mən. Prosta mən yuduzduğum yerdə yuma qurutma 10 manatdır. Burada yuma, qurutma hamısı bir yerdə harca 25 manat, 22 manat zad eləyir. Bura biraz bahadır, amma neyniyə? Mesela yağmurda ıslandı, gel içine gir kurut. Ben Verdi. buraya sıkarım yani. Mən də sağarım kanka. İkimiz beraber girib koşsak mı acaba içində? Hamsterler yapıyor. Hamsterlər, hə. Uğraşdı pizdes ideyadır. Yəni bir dəfə alıb qoyursan, özün işləmirsən, işçiyə ehtiyac yox. 2-3 dənə kamera qoydun qaqa vəssalam. Həm də sistem qoyursan, kimsə nəsə fırlatmaq zad eləmək istədiyində dınq sırazı gəlirlər 6 sekund. Bu aylıq olmuyor buranın xeyri 2000 dollar zat var. Tam Azərbaycanlı olduğumu demədən göstərirəm. Ancaq nə qazanırlar onu fikirləşirəm. Qaqa ot kimi uğraşdı, qupquru təmiz etmiş. Oh, gözəl, gözəl. Qaqa prosta qiyməti baha olsa da amma qəşəng yudu. Qaqa, yəni bab elənsə paltalarımı bab elə verirəm, yuram, quruduram və salam. Qaqa, məndən soruşursunuz ki, dilim də pəltəliyir. Qaqa, məndən soruşursunuz ki, o qızın axırı nə oldu? O nömrə verən qızın axırı nə oldu? Qaqa, nə lazımdı elə də oldu da. Yəni pisbəşəşməyin ha. Yəni nömrəsini cırdım, tulladım atam qardaşım. Mən o şeyləri keçəli artıq çox olub. Senin kafanı sik. Uzun müddət keçib yəni o şeyin üstündən. Mən o şeylərin başını buraxmışam mənim qardaşım. Köhnədən bilənlər bilir Mavedin qızlarla olan videolarını. Yəni o söhbətlərə qayıtmaq fikrim yoxdur, niyyətim də yoxdur. Ona görə yalandan boşu-boşuna qaza gəlməyin qaqa. Uzun sözün qısası qaqalar. Bir videonun daha sonuna gəldik. Əgər video xoşunuza gəlsə qaqa, bu tür videoların gəlməsini istəyirsinizsə, yoruma yazın, fikirlərinizi bildirin. Başqa cür bir kontent istəyirsə, onu da yorumlarda fikrinizi bildirin. Yəni nə cür bir kontent sizin üçün maraqlı gəlir, nələr eləsəm sizin üçün maraqlı olar. Fikrinizi yorumlarda bildirin. Mən də ona görə sizin üçün kontentlər çəkim. İndi kuryer videosu hər zaman olacaq. Əlavə nəsə istəyirsinizsə çəkməyimi, fikrinizi bildirin. Ona görə mən də sizin üçün maraqlı və əyləncəli kontent çəkim. Qaqa, yaxşı yorum yazın. Ən önəmlisi, gözəl, məni qaza gətirəcək şeylər yazın. Pozitiv şeylər, təhqirsiz, söyüşsüz, mərifətli, qanacaqlı. Pis yazanı söymüşəm. Özünüz bilin, vurub kardanı dağıtmaq istəyirsə buyurun yazın. Like atın qaqa. Əgər davamlı videoların gəlməsini istəyirsinizsə, abunə deyilsinizsə də abunə olun. Öpürəm sizləri qaqalar. Növbəti videoda görüşmək üzrə.